Salam dostlar, mən həkim Mehdi Balaşov. Bugün sizə ayaq ağrılarından danışacağım. Xüsusən də şəkərli xəstələri narahat edən ayaq ağrıları bizə nədən xəbər verir? Ayaq ağrıları səbəbləri çoxdur. Ümumi bir neçəsini deyə bilərik. Ayaq damarlarının varikozu, beldə yırtığın nəticəsində sinirin sıxılması, artrozlar, artritlər, müəyyən əzələ spazmları və s. Bəs yaxşı, şəkər xəstələrinin ayaqların bu qədər ağrımasına səbəb nədir? Çünki şəkər xəstələrində şəkərin uzun müddət qanda yüksək olması sinir və damarların zədələnməsinə gətirib çıxardır. Bütün orqanizmdə olan bütün damarların və sinirləri zədələyir. Amma xüsusən də ayaqlar orqanizm periferiyası, yəni ucqar nöqtəsi olduğundan orada daha çox zədələnir. Ayaqda süd turşuları, müəyyən toksiki turşular çoxalır və onlar sinirlərin, damarların daha çox zədələnməyinə gətirib çıxardır. Və əgər şəkər xəstələrində bir müddət sonra ayaq ağrıları başlayıbsa, bu çox önəmli göstəricidir və həmin xəstə mütləqən qanda şəkərin miqdarını nizamlamalıdır. Həkimlə müraciət etməlidir, dərmanın düzgün seçilməlidir, dərmanın düzgün dozalanmalıdır və şəkər qanda miqdarı normallaşmalıdır. Xüsusən də pəhriz stoluna əməl olunmalıdır. Əgər sinirlər zədələnərsə, əvvəlcə şiddətli ağrılar olur, xəstə gecə yata bilmir, qarışqa gəzinti hissi olur, yanma hissi olur və bir müddət sonra sinirlər tamam zədələnir və hətta xəstədə qan dövranı pozulur, şəkər yarası, diabetik yara yaransa belə xəstə onun ağrısını çox da hiss eləmir. Çünki artıq sinirlər zədələnib. Bu çox vacib göstəricidir. Əgər şəkər xəstəsinin ayağın amputasiyasına qədər aparıb çıxarda bilər. Onun üzərinə vacib düşülməlidir və həkimə müraciət olunmalıdır, pəhriz stoluna əməl olunmalıdır. Unutmayaq, ən böyük müalicə profilaktikadır. Sağ olun, sağlam qalın.